Gecənin sükutu hər tərəfi bürüyürdü. Ulduzlar sanki daha da uzaqlaşmış, dəniz isə tünd bir güzgü kimi sakit dayanmışdı. Bu sahil kəndi digər yerlərdən fərqlənirdi. Burada heç vaxt adi gecələr olmurdu. İnsanlar deyirdi ki, suların altından qəribə səslər gəlir, amma heç kim onlara açıq danışmazdı. Balıqçı oğlu atası ilə gecə balıqçılığa çıxmalıydı. Atası deyirdi, gecə dəniz başqa olur. Sakit görünsə də sirlərini gizlədir. Sahildən uzaqlaşanda ay suda gümüş kimi parıldayır, qayıq hər dalğada yüngülcə silkələnirdi. Balıqçı oğlunun diqqəti bir anda suyun üzərinə yönəlmişdi. Yaşıl işıqlar yavaş-yavaş ortaya çıxırdı. Ata bax! Atası qaşlarını çatdı. Ora getmə, bu sularda işıq görsən yaxınlaşmaq olmaz. Amma işıqlar onu çağırırdı. Qayıq işıqların yanına çatanda dalğalar öz-özünə hərəkət etməyə başladı. Suyun altından pastı bir gəminin sancağı göründü. Yarısı batmış, nəhəng, illərlə unudulmuş bir gəmi. Atası qorxdu. Bu gəmi illərdə heç kim burada görməyib, qaydaq. Balıqçı oğlu isə ayağa qalxdı. Sanki içində bir səs onu çəkirdi. Bir dəqiqə, baxaq nədir bu? Göyərtəyə qalxan kimi pastı dəmir soyuqluq verdi. Qapılar öz-özünə cırıltı ilə açıldı. İçəri girəndə duz qoxusu, qırılmış şüşələr, köhnə torlar və köhnə əşyalar vardı. Birdən qulağında bir səs gəldi. Fısıltı. Buradan çıx. Şəffaf fiqurlar göründü. Onların paltarı köhnə balıqçı paltarına bənzəyirdi. Qadın ruh yaxınlaşdı. Biz tufanda batdıq. Kənd bizi unudub. Ruhlarımız bu dəmirdə qalıb. Arxadan başqa bir ruh, qoca bir balıqçı dedi. Kənd bizi arxa çevirdi. Qurtarmağa gəldilər, amma qorxub geri qayıtdılar. Heç kim adımızı çəkmədi. Balıqçı oğlu həyəcanla soruşdu. Bəs necə azad ola bilərsiniz? Qadın ruh əlini onun ürəyinə qoydu. Bizim hekayəmizi kəndə danış. Adlarımızı de. Amma diqqətli ol. Kənd hazır olmayacaq. Atası qışqırdı. Gəl buradan. Balıqçı oğlu çıxmaq istəyəndə qapı bağlandı. Ruhlar hamısı bir ağızdan pıçıldadı. Pıçıldaşma, ağlama səsi. Qurtar bizi. Külək birdən dənizin içinə doldu. Gəmi titrədi. Balıqçı oğlunun cibindəki kibritləri çıxarıb köhnə lampanı yandırdı. Lampanın işığında şəkillər gördü. Kəndin yaşıllarının gənclik şəkilləri. Batmış gəminin heyətinin adları. Hamısı tanış idi. Bir o anda balıqçı oğlunun gözünün önünə bir səhnə gəldi. İllər əvvəl tufan, qışqırıqlar, kəndin kişiləri gəmini xilas edə bilməyib geri qayıdırlar. Onlar qorxudan heç kimə heç nə demir. Gəminin batdığı yeri sir saxlayırlar. Bir uşaq anasının qucağında ağlayır, ana suya baxır. Balıqçı oğlu bu səhnəni elə bir öz gözü ilə gördü. Bu doğru deyil, balıqçı oğlu pıçıldadı. Sizə xəyanət ediblər. Ruhlardan biri dedi. Biz günahkar deyilik, biz yalnız xatırlanmaq istəyirik. Gəminin içi bir labirint kimi idi. Hər addımda pastı dəmir cıqcıq verir, suyun altından gələn qəribə səslər onu qorxutmağa çalışırdı. Balıqçı oğlu lampanı əlində yelləyərək ətrafa baxdı. Köhnə torlar, qırılmış qutular, göyərçinlərin dağıtdığı şüşələr, amma bir detal diqqətini çəkdi. Göyərtədəki hər şey illərlə burada qalmış kimi görünürdü. Amma su ilə dolmuş bəzi əşyalar hələ də nəm idi. Sanki gəmi yeni batmış kimi. Birdən lampanın işığında şəkil göründü. Köhnə foto, gənc balıqçılar, dənizə baxan uşaqlar, onların gözlərində qorxu var idi. Balıqçı oğlu əlinə toxundu. Şəkil titrəyirdi. Sanki onun toxunuşunu hiss edirdi. Ruhlar ətrafında dolaşır, danışır və fısıldayırdı. Biz burada işib qalmışıq illərdir, qadın ruh pıçıldadı. Kənd bizi unudub, qoca balıqçı əlavə etdi. Balıqçı oğlu ürəyində qərar verdi. Bu hekayəni açıq danışmalıyam, amma kəndin buna hazır olub olmadığını bilmirəm. O gəminin ən dərin göyərtəsinə keçdi. Orada daha qəribə səslər var idi. Suyun içindən gələn qarışıq fısıltılar, bir anlıq lampanı yandırıb sönməsi ilə göyərtə qaranlığa büründü. O ürəyində titrədi, amma irəli getdi. Kimdə orada? Fıçıldadı. Ruhlar ona yaxınlaşdı. Şəffaf siluetləri onun ətrafında dönürdü. Biz burada qalmışıq illərdir, deyə qadın ruh yenə fısıldadı. O bir addım geri çəkildi, amma lampanı söndürməyə cürət etmədi. Hər cızıq, hər pastı taxta onun içində bir qorxu və təlaş yaratdı. Gəminin göyərtəsində balıqçı oğlu bir qeyd dəftəri tapdı. Səhifələr saralmış və nəmli idi, amma yazılar oxunurdu. Gecə tufandan sonra
biz qayıda bilmədik. Kənd biləcək, amma qorxudan heç kim danışmayacaq. Əgər biz unutulsaq, ruhlarımız həmişə burada qalacaq. O an lampanın işığı titrədi və şəffaf fiqurlar bir anlıq görünmədi. Sonra birdən-birə hamısı onun önündə peyda oldu. Onların gözləri dolu idi. Sanki illərlə yığılmış kədəri bir anda göstərirdilər. Biz azad olmaq istəyirik, qoca balıqçı səsi titrəyərək dedi. Bəs mən buna necə edə bilərəm? Balıqçı oğlu pıçıldadı. Qadın ruh əlini onun ürəyinə boydu. Hekayəmizi kəndə danış, adlarımızı də. Amma diqqətli ol, kənd hazır olmayacaq. O qorxudan geri çəkildi. Amma artıq qayıda bilmirdi. Qapılar bağlanmışdı. Ruhlar onu əhatə etmişdi. Səhər açıldığında balıqçı oğlu kənd meydanına çıxmağa qərar verdi. Amma kənd hələ yuxudaydı. Gözlərini göydən ayırmadan, dənizə baxaraq ruhların pıçıldadığı sözləri xatırlayırdı. Biz buradayıq. Qurtulmaq üçün sənə ehtiyacımız var. O kəndin yaşıllarına yaxınlaşdı. Amma ilk reaksiyalar soyuq oldu. Uşaq nə danışır? Deyə biri bağırdı. Bu gecə hansı qaranlıq sirdən danışırsan? Başqası əlavə etdi. Balıqçı oğlu heç bir söz demədən gəmini göstərmək üçün sahilə qaçdı. Kənd cəmaatı onun ardınca gəldi. Suların içində yarı batmış gəmi hələ də görünürdü, amma ruhlar görünmürdü. Balıqçı oğlu qışqırdı. Onların adlarını deyin, sirri açın. Köhnə balıqçı Qurban göz yaşlarını saxlaya bilmədi. Bəli, doğrudur. Biz qorxmuşuq, amma indi onları xatırlayacağıq. Kənd cəmaatı gecə yarısı sahilə toplandılar. Balıqçı oğlu öndə idi. Hamı dualar oxudu. Batmış gəminin heyətinin adlarını səsləndirdi. Birdən gəmi işıqlandı. Ruhlar ulduzlara çevrilərək suda yoxa çıxdı. Sağ ol, oğul. Bir səs onun qulağına pıçıldadı. Gəmi yavaş-yavaş suyun dibinə batdı. Səhər açıldığında su təmiz və sakit idi. Balıqçı oğlu dənizə baxanda dalğaların altında parıldayan işıqların ruhların azad olduğunu hatırlatdığını gördü. Səhər açıldığında kənd hələ yuxudaydı. Balıqçı oğlu sahilə baxdı. Gecə baş verənləri xatırladı. Gəminin göyərtəsində parıldayan ruhlar artıq yox idi, amma suların altında titrəyən işıqlar onların azad olduğunu göstərirdi. Hər dalğanın səthi bir ulduz kimi parıldayırdı. Sanki ruhlar dənizin dibindən kəndin üzərinə işıq saçırdı. O kənd meydanına qayıtdı. İnsanlar onun ardınca gəldilər. Əvvəlcə hələ də şübhəli və qorxulu baxırdılar. Amma balıqçı oğlunun gözlərində bir qərarlılıq vardı. Dedi, bu gecə sizdən sirri gizlətmək istəyənlər haqqında danışacağam. Bu gəmi, bunlar kəndimizin balıqçılarıdır. Onlar tufanda batdılar, amma heç kim adlarını çəkmədi. Onları unutduq, ruhları azad olmaq istəyir. Köhnə balıqçı Qurban hıçqıraraq dedi, doğrudur, illərdir bunu deməkdən qorxmuşuq, amma indi vaxtıdır. Kənd cəmaatı gecə yarısı sahilə toplandılar. Balıqçı oğlu öndə idi. Hamı dualar oxudu. Batmış gəminin heyətinin adlarını səsləndirdi. Birdən gəmi işıqlandı. Ruhlar ulduzlara çevrilərək suda yoxa çıxdı. Sağ ol, oğul, bir səs onun qulağına pıçıldadı. Balıqçı oğlu dərin nəfəs aldı. Hər şey bitmişdi, amma içində bir sakinlik və dənizə qarşı böyük bir hörmət yarandı. Növbəti günlərdə kənddə fərqli bir hava vardı. Su təmiz və sakit idi. Balıqçılar daha çox məhsul götürürdü. İnsanlar bir-birlərinə daha çox diqqət yetirir. Keçmişdəki qorxularını və sirlərini paylaşmağa başladılar. Balıqçı oğlu artıq daha cəsarətli və yetkin hiss edirdi. Gecə dənizə çıxmaq qorxulu değildi. Çünki o artıq dərin sirlər qarşısında dayanmağı öyrənmişdi. Sahildəki uşaqlar əylənərək suya baxır, parıldayan işıqlara heyran qalırdı. Hər ulduzun altında bir ruhun azad olduğunu bilmək, kəndlilərin həyatına dərin bir sakinlik gətirmişdi. O artıq yalnız bir balıqçı oğlu değildi. O artıq kəndin qorxularını və unutulmuş hekayələrini ortaya çıxaran, həmçinin ruhlara azadlıq verən bir qəhrəman olmuşdu. Qorxu ilə üzləşməyi, sirri açmağı və insanları birləşdirməyi öyrəndi. Hər gecə dənizdə gəzərkən, lampasının işığında parıldayan dalğalara baxı, ruhların fısıltısını hatırlayırdı. Yumşaq səs, qorxma, biz buradayıq. Bu səs onun ürəyində həm qorxu, həm də təsəlli yaratdı. Artıq o gecə dənizin sirlərini qorxu ilə yox, hörmət və heyrətlə qarşılayırdı. Bir gecə dənizin səthi ay işığında parıldayarkən, balıqçı oğlu sahildə dayanıb uzaqdakı işıqlara baxdı. Hər ulduz, hər titrəyən dalğa ona bir mesaj verirdi. Keçmişin qorxuları, unudulmuş hekayələr və sirlən artıq azad idi.
O anda balıqçı oğlu başa düşdü ki, qorxu yalnız görünməzləri gizlətmək üçün var, amma cəsarət və mərhəmət onu üzə çıxara və hər sirri açıb azad edə bilər. Sahildəki külək sakitləşdi, dalğalar yavaş-yavaş sahilə çırpıldı və hər şey sanki yerinə qayıtdı. Balıqçı oğlu dənizə baxaraq pıçıldadı. Sizin adlarınızı heç vaxt unutmayacağam. O andan sonra kəndin sahili dəyişdi. Ruhlar azad oldu və balıqçı oğlu artıq həm kəndin qoruyucusu, həm də keçmişin sirrini bilən bir qəhrəman kimi yaşamağa davam etdi.